çox tez-tez səyahət elədiyimə görə, məsəl üçün Bakıda xərcləmə tərzimlə Dubayda xərcləmə tərzim fərqlidir. Nə mənada? Tutaq ki, orada sən yemək yeyirsən, tutaq ki, $50 hesab yedin, $10 çıxardıb qoyursan, tip verirsən, heç yəni ruhun incimir də. Bakıya gəlirsən, tutaq ki, 30 manatlıq hesabda 1 manat qoyursan, 3 manat qoyursan, fikirləşmirsən, 3 manat $2 da cəmi $2 ayıbdır qoymaq misal üçün. Yəni belə spending behavior fərqlidir. Xərcləmə davranışı proqramın dəyişir də. Razıyam səninlə. Məsələn, sən onda nəyə Amerikada bahalı deyirsən? Yox, indi mən onu demək istəyirəm ki, yəni sən o aylıq kostu baxırsan. Məsələn, mən biraz bəlkə bədxərcəm, bəlkə biraz başqalarının xərcləmədiyi şeylərə daha çox pul xərcləyə bilərəm. Nə bilim, yeməyin keyfiyyətidir, nə bilim, transportun komfortudur və s. Yəni kimsə metro ilə gedəcək, mən tutaq ki, metro ilə getmirəm. Ola bilər, amma məsələn baxıram ki, aylıq hələ tək başına mən yalan olmasın bir 10.000 xərcləmişəm. Çoxdur. Hə. Amma şəhərdə Amma San fərq var. Fransiskoda bir də şey var da ki, görüşlər hərəsi bir şəhərdədir. Biri Palo Altodadır, biri nə bilim Sacramentodadır, biri nə hardadır. Hələ mən motosikletlə özüm sürürdüm. Hə. Yəni benzinidir, nə bilim o ştafıdır, parkovkasıdır və s. Görürsən ki, hər gün görüşə gedirsənsə, xərcdir. Plus ekstra tutaq ki də investorla görüşə gedirsənsə, ondan gəlib McDonald's-da oturmayacaqsan da misal üçün.